Dostlar, bir daha hər vaxtınız xeyir olsun. Bu da bizim növbəti tələbəmiz Ramin. Mən burada biraz uzun danışacağım. Danışmamın da səbəbləri var. Deməli, bu Ramin tələbəmiz bizim İsmət qardaşımız, Famil qardaşımızın yanında tələbə durur. Və mən buradan İsmətə də, Familə də öz təşəkkürümü bildirirəm. Həqiqətən ki, bir belə tələbələri yenə mənim yanımda olmuşdu. Çox gözəl öyrədirlər, çox əxlaqlı uşaqlar seçirlər. Və bu çəkilişdə bəlkə kimlərsə düşünər ki, niyə Famillə İsmətdən sonra, daha sonra sizin yanınızda durmaq? Təbii ki, Famillə İsmət öz dövrünün bərbərləri, belə deyim, yaxşı mənada əjdahaları. Bugün indi müasir dövr olduğuna görə uşaqların bizə müəyyən saç düzümündə dəyişikliklər olduğuna görə gəlib bir ayda bizim yanımızda durması, amma o demək deyil ki, bunun əsas A-dan Z-yə olan şeylərini Famillə İsmət həqiqətən öyrədir. Çox gözəl də öyrədiblər. Onlara da öz təşəkkürümü bildirirəm bir daha. Və daha sonra bir söz deyəcəm. Mənim yanımda hardasa 98 dənə tələbə olub. Ramin 98-ci tələbəmdir. Mən bu sertifikatımı da hər bir tələbəmə vermirəm. Həm peşəni mənimsəyən tələbələrə verirəm, həm də əxlaqınla bunu qazananlara verirəm. Elə bir tələbələrim var ki, ola bilər peşədə bunu mənimsədilər, amma əxlaqla mənimsəmədiyinə görə onlara mən bu sertifikatı vermədim. İndi nə demək istəyirəm dostlar? Deməli, Ramin özü həqiqətən çox əxlaqlı, tərbiyəli oğlandır. Və Ramin özü də bizim azini, səhv eləmirəmsə, azini bitirib. Və bunu niyə vurğulayıram, azini bitirib? Bunu demək istəyirəm ki, mən özüm Bakı Dövlət Sosial İqtisad Kollecinin Gömrük İş Fakültəsini kiçik mütəxəssis kimi bitirmişəm. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Fakültəsini bitirmişəm. Yəni, buradan öz tələbələrimə və növbəti ildə gələcək tələbələrə və yaxud da fərqli yerlərdə duran tələbələrə bir söz demək istəyirəm ki, heç vaxt siz düşünməyin ki, mənim diplomum var, mənim diplomum varsa mən niyə gedim bərbər işləyim, hər hansısa bir peşədə işləyim? Bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, mən özüm 2 dənə diplomlu ola-ola, mən bu peşəni layiqincə yerinə yetirdiyimi düşünürəm. Demirəm sənətdə, həm əxlaqımdan, həm sənətimə davamiyyətindən və örnək olaraq tələbələrimə də bunu deyirəm ki, hər oxuyan belə bir deyim var, Molla Pənah Vaqif ola bilməz. Amma bugün sənin əxlaqın, sənin tərbiyənin, birinci növbədə sənin ailənin, böyüklərinin keçirsə, ikinci növbədə isə sənin o partada oturduğun müəllimlər, universitetdə oturduğun müəllimlərdir ki, səni bu yerə yetişdirirlər. Nəyə görə ki, biz universitet oxuyanda sırf o peşəni gedək mənimsəyək? Bu da bizim bir keçməkeşli həyat, keçməkeşli yolumuzdur ki, biz həqiqətən o məktəbi keçirik, o bağçanı keçirik, o universiteti keçirik. Bugün fərqli bir peşədə işləyirik. Amma bizim bugün əxlaqlı, tərbiyəli olmamızın böyük səbəbkarları həqiqətən o müəllimlərdir. Mən öz növbəmdə ilk məni başdan ibtidai müəllimimdən kollecdə, orta məktəbdə, universitetdə olan hər bir müəllimimin qarşısında baş əyirəm. Yaxşı ki varsınız, yaxşı ki siz həyatda həqiqətən. Bizim Allah rəhmət eləsin, böyük insan, ulu öndərimizin bir sözü var idi ki, müəllim adından böyük bir ad yoxdur. Və biz onu da beynimizdə canlandırıb və beynimizə həkk eləməliyik ki, həqiqətən müəllim dediyim böyük bir varlıqdır. Və bugün biz hansısa bir universiteti qutarıb, gəlib bərbər işləməyimiz ayıb deyil. Biz o bərbərlik peşəsini daha da yüksək yerə gətirmək üçün o müəllimlərin bizdə olan əməyinin nəticəsidir. Və bugün sən heç vaxt düşünmə ki, mən bir universitet qutarmışam, niyə bərbər işləyim? Ola bilər. Amma sənin bugün bundan sonraki fəaliyyətlərində daha uğurlu getməyinin böyük səbəbkarı sənin o həyatda keçirdiyin o yolları olacaq ki, sənin əxlaqın, tərbiyən, qanacağın. Ona görə mən sənə həqiqətən təşəkkür edirəm ki, bu əxlaqı özündə cəmləşdirmirsən və mənim yanımda durmuşsan, mənim sənə keçən halal xoşu olsun, hansı ki, zəhmətin keçib, halallığını verirəm sənə. İnşallah ki, xeyirli olsun, düşərli olsun, uğurlu olsun. Bu peşəndə elə bir yerlərə gələsən ki, inşallah mən sənə baxıb fəxr edəyəm. Allah yolunu açıq eləsin, Allah ruzunu bol eləsin. Mənim yanında olduğum müddətdə mən səndən çox razıyam. İnşallah ki də belə davam edərsən, daha da böyük nailiyyətlərini görərəm, başlamısan işləməyə. Mən həmişə deyirəm ki, mən öyrətdiyim tələbələrim gedib işləyəndə o ağacı əkib meyvəsini yediyin kimi olur. Xeyirli olsun Ramin sənin üçün, düşərli olsun. İnşallah ki, mən sənin bir ustan kimi yox,
Bu gündən sonra özün bilirsən də nəyə görə. Bir də böyük qardaşın kimi həmişə sənin qulluğundayam. Nə çətinliyin olsa həqiqətən mən sənin yanındayam. İnşallah ki, çətinlik insan üçündür. Çətinliyə qarşı gəlmək isə insan olanda qarşı gəlirsən. O çətinlik insan üçündür, amma sən insan olub görüm o çətinliyə dözəsən. İnşallah ki, insan o çətinliklərə aşıla və həyatına davam edə. Öpürəm səni, xeyirli olsun, inşallah sənin üçün düşərli olsun. İşində uğurlar. Çox sağ ol. Təşəkkür edirəm.